Dünyanın bu gedişatında və stres dolu yaşamında rahatlıq tapmaq hər zamankindən daha vacibə çevrilmişdir. Bilirik ki, gözəl əhval-ruhiyyə, hətta xaos və qeyri-müəyyənliyin ortasında da özümüzü mərkəzli və balanslı hiss etməyə imkan verən daxili sakitlik və əminamanlıq vəziyyətidir. Rahatlıq əldə etmək ümumi rifahımız üçün vacibdir. Çünki o, stresi idarə etməyə, əhvalımızı yaxşılaşdırmağa, diqqəti cəmləmək və aydın qərarlar qəbul etmək qabiliyyətimizi artırmağa kömək edir. Son illər stres nəinki insanların ruhunda, hətta cismində belə çox ciddi problemlər yaradan bir amil kimi qeyd olunmuşdur. Misal üçün, şəkər xəstəliyi, mədə-bağırsaq, ürək, hormon xəstəlikləri və s. Buna baxmayaraq, dincliyi inkişaf etdirməyin və daxili harmoniya və rahatlığı bərpa etməyin yolları da var. Bugün sizlərə rahatlıq qazanmağa və stresi azaldaraq özünüzü daha yaxşı hiss etməyə kömək edəcək 7 təsirli yolları deyəcəyik. 1. Zehinlilik praktikası yaradın. Zehinlilik, mühakimə etmədən, düşüncənin tam hazır olması və indiki anda məşğul olmaq təcrübəsidir. Çox zaman biz özümüzü keçmiş zamanla mühakimə edirik. Niyə belə etdim, niyə belə dedim, kaş başqa cür olardı, daha yaxşı ola bilərdi və s. kimi sözlərlə. Bunları buraxın. Hal-hazırda nəyi düzəldə bilərəm, nəyi yaxşılaşdıra bilərəm, necə etməliyəm, necə dəyərləndirməliyəm sözləri ilə əvəz edin. Diqqətinizi indiki zamana yönəltməklə siz daxili rahatlıq və aydınlıq hissini inkişaf etdirə bilərsiniz. Zehinlilik, müsbət düşüncə ilə dərin nəfəs məşqləri və ya gündəlik fəaliyyətlərinizdə məşğul olarkən sadəcə hisslərinizə diqqət yetirmək kimi müxtəlif fəaliyyətlərlə həyata keçirilən bir məşqdir. 2. Həyatınızı sadələşdirin. Müasir cəmiyyətdə biz tez-tez maddi olaraq daha təmtəraqlı, daha ali formada nəyinsə arxasınca düşmüş oluruq və daim məşğul olmaq ehtiyacı ilə qarşılaşırıq. Bununla belə həyatınızı sadələşdirmək, dinclik üçün bir şərait yaratmaq təsirli bir vasitədir. Bir addım geri atın və sizin üçün həqiqətən vacib olanı düşünərək, qiymətləndirərək sadə bir insan olmağa çalışın. Sizə sevinc və məmnunluq gətirən fəaliyyətlərə üstünlük verin. Sadəlik gözəllikdir. 3. Minnətdarlığı artırın. Minnətdarlıq diqqətinizi həyatınızdakı çatışmayan şeylərdən artıq sahib olduğunuz şeylərə çevirə biləcək bir təcrübədir. Hər gün minnətdar olduğunuz şeylər haqqında düşünməyə vaxt ayırın və hətta mümkünsə hər gecə Allaha şükrünüzü yazın. İstər Allahın bəxş etdiklərinə görə, istər dəstəkləyici bir dostunuz olsun, istər gözəl bir gün batımına görə, istərsə sağlamlığınız və istərsə də qəlbinizdəki daşıdığınız sevgi belə. Bunlar hamısı nemətdir. Minnətdarlığı inkişaf etdirməklə siz müsbət düşüncə tərzini inkişaf etdirə və daha çox məmnunluq və aramlıq əldə edə və daha çox şeyə sahib ola bilərsiniz. 4. Texnologiya ilə əlaqəni azaldın. Texnologiyanın həyatımızda daimi olması stres və həddən artıq yüklənmə hisslərinə təsir edicidir. Çalışın texnologiya ilə aranızda müntəzəm fasilələr yaradın və gününüzdə təyin olunmuş texnoloji olmayan sakit məkanlar və vaxtlar yaradın. Misal üçün, sizə xoş gələn xüsusi yerlərdə, təbiətdə vaxt keçirmək, kitab oxumaq və ya sevdiklərinizlə mənalı zaman keçirmək, söhbət etmək kimi istirahət və əlaqə yaradan fəaliyyətlərlə məşğul olun. 5. Bədəninizi və zehninizi qidalandırın. Fiziki və zehni sağlamlığımız bir-birinə bağlıdır və vücudumuza qayğı göstərmək, zehnimizi rahatlamağa kömək etmək üçün uzun bir yol keçə bilər. Müntəzəm olaraq bədəninizi fəaliyyət etdirməyə, balanslaşdırılmış qidalanmaya və keyfiyyətli yuxuya üstünlük verdiyinizə əmin olun. Bundan əlavə, zövq aldığınız hobbilərlə məşğul olmaq, yaradıcılıqla və ya şəxsi inkişaf imkanlarını axtarmaq kimi zehninizi inkişaf etdirən fəaliyyətlərlə məşğul olun.
6. Özünüzə şəfqət göstərməyi məşq edin. Biz çoxumuz özümüzün ən sərt tənqidçiləriyik. Bu da narahatlıq və narazılıq hisslərinə səbəb ola bilir. Bununla da insan harda və necə olursa olsun rahatlıq tapa bilməz. Özünə şəfqət göstərmək üçün özünüzə mehribanlıqla, anlayışla və qəbulla yanaşmağınız tələb olunur. Öz-özünüzlə danışdığınız zaman diqqətli olun və mənfi mülahizələrinizə etiraz edin. Özünüzün istəklərinə hörmətlə yanaşın. Özünüzün sevdiklərinə hörmətlə yanaşın. Özünüzə yaxın dost kimi davranın. Özünüzü dəstəkləyin, həvəsləndirin və bağışlayın. 7. Müsbət münasibətləri gücləndirin. Müsbət münasibətlər yaratmaq və inkişaf etdirmək sizin nəinki hal-hazır ki, hətta gələcək zamanınızdakı rahatlığınıza əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Sizi dəstəkləyən və həyatınızda sizə kömək edən insanlarla özünüzü əhatə edin. Dərin, mənalı əlaqələr qurun və yaxınlarınızla keyfiyyətli qarşılıqlı əlaqəyə vaxt ayırın. Bu təsdiq olunmuşdur ki, insanın münasibətindəki sevgi güclü dəstək şəbəkəsinə malik olmağı, əmin amanlığı, qorxmazlığı, bütün çətinliklərin öhdəsindən uğurla gəlməyi, bənzərsiz aramlıq hissini yarada bilir. Demək ki, əhval-ruhiyyəni inkişaf etdirmək ümumi rifahımız üçün vacibdir. Zehinliliyi tətbiq etməklə, istirahət üsulları ilə məşğul olmaq, bədənimizə qulluq etmək, minnətdarlıq etmək, daima başqaları ilə sevimli əlaqələri saxlamaqla biz daxili stresi azalda və aramlığımızı gücləndirə və zehni emosional rifahımızı yaxşılaşdıra bilərik. Rahatlıq tapmaq şuurlu səy və özünə qulluq tələb edən davamlı bir səyahətdir. Bu strategiyaları həyatınıza daxil etməklə siz daxili harmoniyanızı inkişaf etdirə, stresi yox edə və hətta daha çox xoşbəxtlik hissləri yaşaya bilərsiniz. Unutmayın ki, dinclik həm də şəxsi təcrübədir və bir insana uyğun olan şey digəri üçün işləməyə bilər. Yəni, hər kəs nə istədiyini, nəyin ona narahatlıq verdiyini, nə ilə yaxşılaşa və daxili rahatlıq tapacağını yaxşı bilir. Odur ki, özünüzü araşdırın, özünüzə qarşı səbirli olun və inanın ki, təcrübə və əzmkarlıqla zehni və ruhi aramlığa aparan özünə məxsus yolunuzu tapa biləcəksiniz.